Əziz həmvətənlərim, əgər həqiqətən günah edirsinizsə, Allaha asi olursunuzsa, onun əmrlərindən çıxırsınızsa, qadağalarına məhəl qoymursunuzsa, Allaha dönün. Allah sizə qarşı rəhimlidir və sizə bağışlamağı vəd edir. Söz verir ki, ey insanlar, mən sizi bağışlayaram. Hətta günahınız səmaya çatsa belə Allah sizi bağışlayar. Ona görə Allahdan ümidinizi üzməyin. Allah bizə bağışlamağı vəd edir. Vəd verib ki, ey möminlər, mən sizlərə dünyada yardım edəcəyəm və sizlərə qalibiyyət verəcəyəm. Sizlərə zəfər verəcəyəm. Bu Allahın bizə vədidir. Necə ki Allah Azza və Cəllə Quran-Kərimdə buyurur, əgər siz Allaha kömək etsəniz, yəni Allahın dininə kömək etsəniz, o da sizə yardım edər və addımlarınızı, qədəmlərinizi möhkəmləndirər. Bu Allahın bizə vədidir. Haqq vədidir. Əgər bizlər Allaha yardım edəriksə, onun dininə yardım edəriksə, onun Rasuluna yardım edəriksə, Allah Azza və Cəllə də bizə yardım edəcəkdir. Bu aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin sözüdür. Vədi haqq olan, vədi doğru olan, aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin sözüdür ki, mən də sizə yardım edəcəyim ey möminlər. Əgər mənim dinimə yardım edərsinizsə və sizin ayaqlarınızı sabit qədəm edəcəyəm. Qəlbinizi sabit edəcəyəm, imanınızın üzərinə iman gətirəcəyəm. Bu Allahın bizə vədidir.